Salam, xoş gördük sizi əziz Futqaz TV izləyiciləri. Sizlərlə mən yenidən Rafael. Bugünkü verilişimiz əlbəttə ki, Qarabağ-Chelsea oyunu ilə bağlı olacaq. Rəqibin taktik analizi, rəqibin güclü və zəif tərəfləri, Qarabağ nə etməlidir ki, Chelsea ilə oyunda xal və ya xallar qazana bilsin. Video başlamamışdan öncə onu deyə bilərəm ki, Qarabağ Chelsea ilə birinci dəfə deyil ki, oynayır. Yadınızdadırsa, ilk dəfədə Çempionlar Liqinə çıxan zaman Qarabağ Chelsea ilə eyni qrupa düşmüşdü. Londondakı oyun 6-0, Bakıdakı oyun isə 4-0 hesabı ilə Chelsea-nin xeyrinə bitmişdi. Ümid edirik ki, bizi təkrarən eyni hesablı oyunlar gözləməz. Qarabağ bu dəfə bizi sevindirər, böyük hesablı məğlubiyyətlə qarşılaşmarıq. Bunun üçün nə etmək lazımdır? İlk öncə rəqibi analiz etmək lazımdır. Başlayaq əlbəttə ki, Chelsea-nin baş məşqçisi Marescadan. Chelsea son turlarda çox da yaxşı çıxış eləmir. Hətta deyərdim son bir aydan çox müddətdir ki, Chelsea-nin oyununda çox böyük problemlər var. Əlbəttə ki, Chelsea-nin səviyyəsi ilə Qarabağın səviyyəsini qarşılaşdığında bəlkə də bu Qarabağla oyunda çox da büruzə verməyəcək, lakin Chelsea son oyunlarda çox bərbad şəkildə çıxış eləyir. Sunderland-ə məğlubiyyəti Chelsea-nin çox da yaxşı bir formada olmadığını göstərir. Problemləri var və həmin problemlərə indi mən siz üçün toxunacağam. Siz də bəlkə də bu bir azarkeşlərdə ümid yeri oyadar ki, biz nəsə eləyə bilərik Chelsea-yə qarşı. İlk öncə başlayaq Chelsea-nin baş məşqçisi Marescadan. Maresca bildiyiniz kimi Pep Guardiola'nın tələbəsidir. O da topa sahib olma oyununu daha çox keçidə yönəlimlə oynadır. Lakin yəni əsas ideya olaraq Pep Guardiola'dan kopyaladığı bir çox gedişlər var və bu gedişlərində güclü və zəif tərəfləri olduğunu bilirsiniz və gəlin başlayaq elə bundan. Maresca nə oynadır, necə oynadır? Chelsea oyuna başlayan zaman düzülüşün görəndə heyət açıqlananda siz fikir verəcəksiniz ki, düzülüş 4-2-3-1 taktikasıdır. Lakin oyun başlayan zaman, oyun gedən zaman isə bu taktika tamamilə dəyişilir. Yəni burada 3-2-5-li oyun sisteminə keçirlər. Demək olar ki, Chelsea bir çox oyunların belə oynayır. Bu nədir? Chelsea-yə nə qazandırır? Gəlin 3-5-2-nin üstün və zəif cəhətlərinə baxaq. 3-5-2 əslində nədir? Burada Chelsea-də oyunçulardan fərqli olaraq oyunçuların adına toxunacağıq, amma gəlin sistem üzərindən baxaq. 3-5-2-də əsasən sən öndə genişlik yaratmağa çalışırsan, rəqibi daha çox müdafiəyə yönləndirməlisən ya da məcbur eləməlisən ki, onlar mərkəzi bağlasınlar, cinahlarda boşluqlar əldə etməyə çalışırsan. Burada da Chelsea, Maresca həmişə bu taktikanı istifadə edir. Ya rəqib mərkəzə doğru bağlananda siz də bunu şəkillərdən görəcəksiniz məndən sağda skrinlərdən. Rəqib mərkəzə doğru bağlanan zaman isə cinahlarda boşluqlar yaranır. Həmin zaman sol və ya sağ cinah hücum mövqeyində çıxış edən oyunçular həmin boşluqlardan istifadə edərək birə-bir təhlükələr yarada bilirlər. Bu da bu taktikanın yaratdığı üstünlüklərdən biridir. İkincisi, üçlü müdafiə əsasən genişləyərək pas opsiyonunu daha çox artıra bilir. Bəzən isə üçlü müdafiə olmur. Bu iki mərkəz müdafiəçisi olur və onlara yaxınlaşan qapıçıları əgər rəqib iki oyunçu ilə pressing edirsə, bu iki oyunçuya qapıçı, bu Sanchez fərqi yoxdur, kimdirsə qapıda, o köməyə çıxaraq üçlü bir müdafiə xətti düzəldirlər və avtomatik olaraq say üstünlüyünü əldə edirlər ki, pas opsiyonları daha çox olsun və rəqib ona pressing eləyə bilməsin. Ona görə Chelsea əsas diqqət elədiyimiz məqamlardan biri onlar hücuma çıxarkəndir. Chelsea hücuma çıxarkən burada ikinci fazaya keçirik. Burada beşli irəlidə oyunçular necə formalaşır? Burada çox qəribə bir taktika növündən istifadə edir. Buna əsasən Arsenal da istifadə edir. Hazırda dünya futbolunda əgər yaradıcı cinah müdafiəçiləri olan bir çox klublar bu taktikaya üstünlük verirlər. Bu əlbəttə ki, içəriyə doğru hərəkət edən cinah müdafiəçiləri. Chelsea bu əlbəttə Kukureliyadır və bəzən Reece James'i də bu mövqedə istifadə edir. Gustodan fərqli olaraq Gusto əsasən hücumun sağ cinahına açılır. Burada deməli Kukureliya gəlir dayaq yarım müdafiəsinə, dayaq yarım müdafiəsindəki oyunçu ilə bir yerdə üçlü yarım müdafiə xətti qururlar və say üstünlüyünü əldə edirlər. Yəni burada əsas məqsəd mərkəzdə daha çox say üstünlüyü əldə eləyib, rəqibi mərkəzə doğru sıxıb cinahlarda boşluqlar yaradıb cinahlara doğru hücumları genişləndirməkdir və bir çox oyunlardan da Liverpool'la oyunda da, Brentford'la oyunda da siz qollardan görəcəksiniz ki, Chelsea necə rəqibi birinci mərkəzə yönləndirir, sonra isə cinaha oyunu açaraq orada əldə etdiyi birə-birlərlə şans yaradaraq hücumlardan qol vura bilirlər. Keçək cinahlara. Cinah hücumçuları isə əlbəttə ki, Chelsea beşli hücumda olduğuna görə məcburən
rəqib komanda geriyə ya 5-li müdafiə ilə gedir, ya da 4-4-2 ilə müdafiə olunur. 4-4-2 ilə müdafiə olunan zaman isə cinah hücumçuları Chelsea-nin əlbəttə həmişə boşda qalır. Onlar demək olar ki, kimsə sığortalamağa gəlmir deyə oyunçular boşda qaldığı üçün siz bəzi epizodlardan görəcəksiniz. Oyunçular çox böyük şanslar əldə edir, içəriyə asmalar, içəriyə ötürmələr və burada təhlükəli epizodlar əldə edə bilər. Əsasən Chelsea-nin cinah hücumlarının qabağını almaq üçün Qurban Qurbanov xüsusi taktika yaratmalıdır və ya diqqət olunması əsas vacib nöqtələrdən biri cinah hücumçularıdır. Chelsea-nin əsas məqsədi çox sadədir. Topu dolaşdırmaq, cinahlarda boşluqlar yaratmaq, cinahlardakı oyunçuları rəqiblə birəbir saxlamaq. Birəbir saxlayan zaman sənin texniki oyunçuların rəqibi çox gözəl şəkildə driblinqlə keçirlər və içəridəki komanda yoldaşlarına ötürmə eləyərək qol epizodları yaradırlar. Bunu siz West Ham'la oyunda görə bilərsiniz, Enzo Fernandez'in vurduğu qolda və ya Liverpool'la oyunda görə bilərsiniz. Cucurella'nın ötürdüyü topla Esteban'ın vurduğu qolda. Yəni bir çox epizodlarda Chelsea bu taktikadan istifadə edir. Bəlkə də əsas hücum silahı da elə bu taktikadır. Ona görə Qarabağın nə etməli olduğunu mən sizə videonun növbəti hissəsində deyəcəm. Chelsea-nin hücumda ən üstün olduğu yerləri dedik. Əlbəttə ki, bu cinahlardır. Bu cinahların da üstünlüyün yaradan əlbəttə ki, bu mərkəz yarım müdafiəsidir. Mərkəz yarım müdafiəsində Chelsea həmişə çalışır ki, rəqibdən bir nəfər daha artıq olsun. Ona görə burada əsasən cinah müdafiəçiləri mərkəzə doğru dayaq yarım müdafiəçisinin yanına gəlir. Burada dörtlü, üçlü, əgər rəqib belə deyək 4-4-2 taktikası ilə müdafiə olunursa, rəqibin mərkəzdə 2 yarım müdafiəçisi var. Chelsea avtomatik olaraq orada üçlü şəkildə olur. Yox, rəqib əgər üçlü mərkəz yarım müdafiəsi ilə müdafiə olunursa 4-3-3 ilə, o zaman Chelsea orada 4 nəfər olur və dörtlü boks yaradaraq demək olar ki, rəqibin mərkəzini zərərsizləşdirirlər. Orada say üstünlüyü əldə etdiklərinə görə də topu çox rahat şəkildə döndərib hücumun cinahlarına yönləndirə bilib təhlükəli şanslar əldə edə bilirlər. Chelsea-nin əsas demək olar ki, üstün cəhətlərindən biri günümüz futbolunda standart vəziyyətlərdir. Standart vəziyyətlərdə də Chelsea çox gözəl şəkildə istifadə edə bilir. Hətta deyərdim, klublar arası dünya çempionatında Chelsea ən çox küncdən zərbə yerinə yetirən klub idi. Ortalaması 7,6 idi. Yəni Chelsea küncdən zərbə əldə etmək üçün də oyun planı qura bilir. Küncdən zərbədən də çox gözəl qollar vura bilir. West Ham'dan oyun yadınızdadırsa, Chelsea həmin oyunda 3 qol vurmuşdu küncdən zərbədən yaranan vəziyyətdən. Ona görə Qarabağ mütləq şəkildə Chelsea-nin küncdən zərbələrinə xüsusi diqqət ayırmalı və xüsusi taktika hazırlamalıdır ki, küncdən zərbələr zamanı və ya duran toplarda qol buraxmasın. Növbəti üstün cəhəti isə hücumda bu əsasən oyunçuların stabil, sabit yerlərin olmamasıdır. Oyunçular həddən artıq çevikdilər və öz yerlərin pozisiyalarını dəyişirlər. Bəzən hücumun sağında Gusto olur, bəzən Gusto içəriyə doğru hərəkət edərək yalançı 10 nömrə kimi ola bilər, hücumçuya kömək edə bilər. Burada Joao Pedro varsa Joao Pedroya, Lilian Delap varsa Delap'a fərqi yoxdur. Burada yəni oyunçular stabil öz yerlərində olmur və bu Chelsea nə qazandırır soruşsanız, əlbəttə ki, həmin oyunçu birəbir markaj olunan zaman həmin oyunçu başa düşmür ki, neynəsin. Gusto məsələn irəliyə doğru gedirsə bu oyunçunu izləsin, yoxsa başqa bir oyunçuya keçsin. Həmin zaman rəqib komandada çaşqınlıq yarandığına görə müdafiədə xətlər arasında, oyunçular arasında boşluqlar yaranır və həmin boşluqlara sızaraq sürətli paslarla müdafiəni yara bilirlər. Keçək əlbəttə ki, Chelsea-nin zəif tərəflərinə. Chelsea-nin zəif tərəfləri Benfica-nın oyunu əgər diqqətlə izləmisinizsə, həmin analiz videomuzda da bildirmişdik və burada da Chelsea-də eyni boşluqlar var. Əlbəttə ki, 3-2-5, 3-1-6 kimi oynayan zaman Chelsea burada hansı boşluqlar yanı? Əlbəttə ki, cinahlar. Cinahlarda demək olar ki, təmiz boşluqlar olur. Burada Qarabağ əks hücumlara bel bağlamalıdır. Cinahlardakı boşluqlardan, əsasən də Cucurella'nın cinahından çoxlu şanslar əldə etmək olar. Bunu nümunə olaraq mən sizə Brentfordla oyunları göstərə bilərəm ki, Brentforddan Chelsea 2 top buraxdı və necə o cinahlarda boşluqlar buraxırdı ki, həmin boşluqlardan Brentford istifadə edərək Chelsea-nin qapısına 2 qol vuraraq oyunu bərabərə bitirmişdi. Başqa bir zəif cəhətini göstərim. Chelsea-yə topu verib, Chelsea paslaşan zaman ani şəkildə sürətli pressing edərək, bunu əlbəttə ki, Liverpool'la oyundakı nümunələrlə göstərmək olar.
Düzdür, Qarabağın oyunçuları Liverpoolun oyunçuları kimi fiziki cəhətdən güclü olmasa da bunu oyunun müəyyən dəqiqələrində istifadə etmək olar bu taktikadan. Sürətli presinq eləyərək Chelsea-nin mərkəz müdafiəçilərinə çətin anlar yaşatmaq olar. Çünki onların ayaqları çox da yaxşı deyil, çox da yaxşı paslaşa bilmirlər. Ona görə onlar çox vaxt müdafiədən çıxan zaman yüksək presinq təzyiqinə məruz qalırlarsa səhvlərə yol verirlər. Üçüncü zəif cəhətinə gəldikdə isə əlbəttə ki, bunlar dərin, sıx müdafiə olunan komandalara qarşı Chelsea demək olar ki, köməksiz qalır, heç bir şey eləyə bilmir. Nümunə olaraq desəz, son Premier Lig oyununda Sunderland-ə qarşı məğlub olduqları oyunda Stamford Bridge-də 2-1 məğlub olmuşdular. Sunderland aşağı blokda, low blokda müdafiə olunduğuna görə demək olar ki, müdafiə xəttini tamamilə bağlamışdı. Heç bir şans vermirdi, sadəcə Chelsea topu döndərirdi və səhv eləyən anda sürətli paslarla, uzun paslarla müdafiənin arxasında olan boşluqlara şığıyaraq şanslar əldə edib qol vuraraq Chelsea-ni məğlub eləmişdi və həmin taktikadan da Qarabağ mütləq şəkildə istifadə edə bilər. Chelsea-yə qarşı məncə ən çox istifadə oluna biləcək taktika hal-hazırda aşağı blokda müdafiə olunmaqdır. Yəni Qarabağ nə etməlidir? Qarabağ burada taktiki dəyişikliyə getməlidir. Mən düşünürəm Qurban Qurbanov. Düzdür, bu biz Qurban Qurbanovdan görmədiyimiz bir şeydir ki, Qurban Qurbanovun bir taktikası var, bir oyun düzülüşü var, bir oyun planı var. Həmişə o öz oyun planına sadiq qalır. Amma bu dəfə düşünürəm ki, Chelsea-lə oyunda fərqli bir gedişata yönəlməlidir. Burada əsasən yarım müdafiə və müdafiədə dəyişikliklər getməlidir. Ya 4-5-1 taktikasına yönəlməlidir, ya 5-4-1 taktikasına yönəlməlidir. Burada artıq yarım müdafiənin mərkəzin üçlü yarım müdafiə ilə qurmalıdır. Burada Yankovic, Kouakou, Bikalo üçlüsündən istifadə edə bilər və ya Kadini çəkə bilər yenə də geriyə. Burada artıq cinahlarda daha sürətli oyunçulara, burada əlbəttə ki, Andrade və Adaydan söhbət gedir. 5-4-1 və ya 4-5-1 taktikasının əsas nöqtəsi hücum mərkəzində olan oyunçudur ki, o oyunçu top saxlamalı, arxası dönük oynamağı bacarmalı. Yəni ona atılan uzun toplarda saxlayıb gözləməli ki, cinahdan gələn sürətli hücumçulara pası atmalıdır. Burada Qarabağın ən zəif nöqtəsi əlbəttə ki, Nərimanın hücumda olmağıdır. Görək Nəriman bizi bu dəfə sevindirə biləcəkmi? Nəticəyə gəldikdə isə oyundan gözləntim ondan ibarətdir ki, Chelsea topa 60-70% sahib olacaq. Chelsea topu verməyəcək Qarabağa, lakin bu bir tərəfdən pisdir, amma bir tərəfdən də yaxşıdır. Bayağı qeyd etdiyim kimi Qarabağ aşağı blokda müdafiə olunub əks hücumlara bel bağlasa, ən azı 2-3 şans əldə edə bilər ki, burada oyunçuların bitiriciliyinə yük düşəcək. Əgər Qarabağ əlinə düşən şanslardan yararlana bilsə, Chelsea-lə oyunu heç-heçə də bitirə bilərik, hətta məğlub edə bilərik. Chelsea-nin Sunderland-in elədiyi kimi niyə də olmasın? Yəni burada əks hücumlara bel bağlamalı, Addayə, Leandro Andradeyə və ya Kaşka. Burada Qarabağ mütləq şəkildə taktik gedişləri dəyişməli, oyunçuları dəyişməli. Zubir məsələn oynamamalıdır. Nərimanı bilmirəm, Nəriman əvəzinə oyunçumuz da belə baxanda bir yoxdur seçimimiz. Lakin burada əsas mərkəz müdafiəçilərinə və cinah müdafiəçilərinə çox böyük yük düşəcək. Çünki ilk öncə Chelsea oyunu mərkəzdə qurub, Enzo Fernandez, Caicedo, Lavia fərqi yoxdur orada kimlər varsa, onlar oyunu sonra cinahlara yıxacaq. Cinahlarda da çox sürətli, çox driblingi olan oyunçular var və bu oyunçular bizə sözün əsl mənasına baş ağrısı olacaq. Mateus Silva və Elvin Cəfərquliyevin üzərinə çox böyük yüklər düşəcək. Ümid edirəm ki, burada Qarabağ minimum səhvlə maksimum nəticə əldə eləyər. Oyundan gözləntim hələ ki pessimist yöndədir. Siz nə gözləyirsiniz bu oyundan? Hansı nəticə olacaq? Hesab necə olacaq? Aşağıda şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Kanalımıza abunə olmağı da unutmasanız sevinərik. Sağ olun və salamat qalın. Oyundan öncə canlı yayımda və oyundan sonra canlı yayımda kanalımızda sizinlə yenidən görüşəcəyik. Hələlik.